Herkese salam dostlar. Seyahat Dünyam kanalına hoş geldiniz. Bugün Avrupa'ya yola düşürük ve Avrupa'nın bir neçə ülkəsində olacağıq. Bu videoda isə Macaristanla tanış olacağıq. Artık Budapeşt'e çatmışıq. Aeroportda çox vaxt etdik və çox yorulmuşuq. İndi isə otelə gedirik. Çamadanlarımızı qoyandan sonra yemək yeyib şəhər gəzməyə başlayacağıq. Macaristan deyəndə ağlıma ilk gələn şey Budapeştin gözəlliyi, musiqi, termal hamamlar və təbii ki dadlı yeməklər olur. Burada insanlar həm çox qonaqpərvərdir, həm də mədəniyyətlərinə çox bağlıdırlar. Macar dili biraz qəribə səslənsə də maraqlı və özünəməxsusdur. Opera. Deməli dostlar, otelə gəldik, əşyalarımızı yerləşdirdik və yemək yemək üçün çıxdıq. Birazdan yeməyimizi yeyib şəhəri gəzməyə çıxacağıq. Belə sabah yenə Budapeştdə olacağıq. Ondan sonra inşallah Milana uçmağı düşünürük. İndi isə gəlin Budapeştdə mütləq görməli olduğumuz yerlərdən birinə Stefan Bazilikaya nəzər salaq. Bu möhtəşəm bazilika Budapeştin mərkəzində yerləşir və əminliklə deyə bilərəm ki, şəhərin ən təsir edici yerlərindən biridir. Tikintisi təxminən 50 ildən çox çəkib və adını Macaristanın ilk kralı Müqəddəs Stefandan alıb. İçəri girəndə elə bir başqa bir aləmə düşürsən. Hər yer mozaiklər, mərmər sütunlar və inanılmaz gözəllikdə bəzəklərlə doludur.
Ve indi gəlin biraz sessiz olaq. Sizi Budapeştdəki ən təsirli və duyğusal meydanlardan biri ilə tanış edim. Dunay çayının sahilindəki Yəhudi ayaqqabıları abidəsi. Bu abidə 2-ci Dünya müharibəsi zamanı öldürülən Yəhudi insanlara həsr olunub. Dəmir ayaqqabılar çayın kənarında səssizcə düzülüb, sanki o günləri bizə danışır. Bu ayaqqabılar o vaxt faşistlər tərəfindən çayın sahilinə gətirilərək vurulan insanların izlərini simvolizə edir. Onları ayaqqabılarını çıxarmağa məcbur edib, sonra isə biz bu səhnəni indi susaraq xatırlayırıq. Bu sadə amma güclü mesaj verən abidə insanlıq tarixində buraxılmış dərin bir yaradır. Ayıyorsam buradakılar bizimki kimi dolu-doludur. Budapeşt elə bir şəhərdir ki, həm gözəlliyinə heyran olursan, həm də keçmişin izləri ilə dərin düşüncələrə dalırsan. Həm zərif, həm də güclü. Elə bu səyahət də onu göstərdi ki, şəhərlər təkcə binalardan ibarət deyil, onların yaddaşı, hekayəsi və ruhu var. Əgər bu cür səyahət videolarını bəyənirsinizsə, videonu like etməyi və kanala abunə olmağı unutmayın.